Başlayaq hüceyrə biokimyası sınaq 1-in izahına. Birinci sualda deyilir. Zulal biosintezinin transkripsiya mərhələsində iştirak edən nukleotidlərin sayı və yaranan su miqdarının cəmi 359 olarsa, bura qədər olan hissəni öncə bir çözək. Transkripsiya biz bilirik ki, mRNT-nin, DNT-nin hər hansı bir zəncirinin müəyyən bir hissəsinə, yəni gen sahəsindən sintezlənməsi prosesidir. Qısacası transkripsiyada həm DNT nukleotidləri iştirak edir, həm də mRNT nukleotidləri iştirak edir və sayca da bir-birlərinə təbii ki, bərabər olacaqlar. O zaman bu prosesdə iştirak edən nukleotid sayını tapmağım üçün DNT nukleotidləri deyək ki, N-dir. O zaman mRNT-nin nukleotidləri də N olacaq. O zaman burada olan nukleotid sayı dediğimiz N plus N deməkdir. Yaranan su miqdarı isə mRNT nukleotidlərindən bir ədəd az idi. Yəni mRNT-nin yaranması zamanı N-1 ədəd su molekulu ayrılırdı. Və burada şərtə əsasən həm nukleotidlərin sayını göstərdim, həm də yaranan su miqdarı və bunları topladığım zaman nə alıram? Burada alıram 3n-1. Deməli ki, 3n-1 bərabər imiş 359-a. Düzdür. İndi buradan 3n nəyə bərabərdir? 3n də bərabər olacaq 360-a. N nəyə bərabər olacaq? N də bərabərdir 360 böl 3. Yəni 120. İndi mənim tapdığım bu N, mRNT-də olan nukleotidlərin sayıdır. Deməli ki, mRNT-nin nukleotidlərinin sayı 120 imiş. Bura qədər məlumata əsasən tapdığım budur. Daha sonra davam edirəm. Deyir, yaranan mRNT əsasında, yəni 120 nukleotiddən ibarət bir mRNT əsasında sintezlənmiş zulalın orta nisbi molekul kütləsi neçəyə bərabər olacaq? Əvvəla biz bilirik ki, mRNT-nin bütün nukleotidləri amin tuşu kodlaşdırmır. Çünki orada hər bir mRNT üzərində bircə dənə stop kod var. Sonuncu deməli, triplet stop kod olur. Gəlin onda mənim əlimdə olan bu 120 nukleotiddir. Öncə bu 120-ni triplet halına salım. 120 nukleotiddir, düzdür. Böldüm 3-ə. Nə etdi? 40. Bu 40 nədir? 40 ümumi mRNT üzərində olan tripletlərin sayıdır. Amma bunun biri stop kodda axı. Tamam, o zaman həmin o stop kodu da çıxdım. Əlimdə nə qaldı? 39 triplet ki, bu 39 tripletin hamısı amin tuşu kodlaşdıran tripletlərdir. 40-dan biri stop kod olduğuna görə 39-u amin tuşu kodlaşdıracaq. Və daha sonra sintezlənən zulalın orta molekul kütləsi sizə verdiyim düstura əsasən hesablanılır. Düsturumuz nə idi? Amin tuşu sayı nədirsə, düstur burada yazaq, demişdik ki, N vurulsun 110, toplanılsın 18. İndi N'i düsturda yerinə qoyduğumuz zaman 39 vurulsun 110, toplanılsın 18. Bu da edir 4308. Yəni C variantı. Keçdik 2-yə. 2-də deyilir, verilmiş hüceyrə orqanoidləri ilə bağlı yanlış ifadəni müəyyən edin. Hüceyrə mərkəzi, bir də xloroplast verilmişdir. Baxaq, burada nə dedi? Yanlış olanı tapmalıyıq. Tapaq. Deyir, A orqanoidi, yəni hüceyrə mərkəzi 54 mikroborucuqdan ibarətdir. Bu doğrudur. Çünki demişdik ki, hər biri 27 mikroborucuqdan təşkil olunub. Bunu dərs vaxtı izah etmişdim. 9 künclüdür və burada şəkildə də görünür ki, hər bir küncdə 3 dənə mikroborucuq var. Toplam 54 mikroborucuq. Bu səhv bir fikir deyil. B orqanoidi daxilində zulal sintez oluna bilər. Əlbəttə ki, olar. Çünki ribosoma malik bir hüceyrə orqanoididir. Ona görə də daxilində zulal sintezi mümkündür. B orqanoidi ATF sintez edə bilən hüceyrə orqanoididir. Bu da doğrudur. Çünki ATF həm xloroplast, həm də mitoxondri sintez edir. 2 hüceyrə orqanoidi tərəfindən ATF sintez olunur. D. Hər iki orqanoidə eyni hüceyrə daxilində rast gələ bilərik. Bu doğru bir fikir deyil. Çünki xloroplast yalnız ali bitki hüceyrələrində olan bir hüceyrə orqanoididir. Amma hüceyrə mərkəzi isə ali bitki hüceyrələrində yoxdur.
Ona görə də bu iki orqanoidi biz eyni hüceyrə daxilində görə bilmərik. Hər iki orqanoidin sayı interfaza mərhələsində artır. Bu doğru bir fikirdir. Bizə yanlış fikir demişdi, artıq D-ni götürdük. Bəli, hər iki orqanoidin sayı interfaza mərhələsində artır. Çünki hüceyrə mərkəzinin kiləşməsi sintetik mərhələdədir. Xloroplastın kiləşməsi isə postsintetik mərhələdədir. Fikir doğrudur. Ona görə də bizə səhv lazım olduğuna görə artıq səhvi tapmışıq. 3. Burada elementlər verilmişdir və bunları biz uyğunlaşdırmalıyıq. Dəmir, kalsium, maqnezium və sink. Qanın laxtalanmasında iştirak edir. Qanın laxtalanmasında burada olanların hansı iştirak edir? Təbii ki, kalsium iştirak edir. O zaman bu şəkildə olmalıdır. Xlorofilin struktur komponentidir. Xlorofilin struktur komponenti nədir? Bu maqneziumdur. Düzdür? Düzdür. Sonra deyir, xlorofil tərkibinə daxil olmasa da sintezində vacib rol oynayır. Bu da dəmir olacaq. Çünki biz bunu demişdik ki, 9-cu sinif dərslikdə çalışma içərisində bizə bitkilərin yarpaqlarında elementlər çatışmazlığı zamanı görünüşün necə dəyişildiyini əks etdirən bir şəkil verilmişdir. Və həmin şəkildə də görürük ki, əgər dəmir elementi olmazsa, yarpaq tamamilə saralmış rəngdə olur. Bu da onu göstərir ki, burada xlorofil sintez olunmur. Amma xlorofilin tərkibində dəmir elementinə rast gəlinmir. Gəlinməsə də sintezində mühüm rol oynayır. Sink də qaldı insulinə. İndi bunu biz variantlar içərisində tapmalıyıq. Variantlar içərisində də görürük ki, burada Y variantına uyğun gəlir. Burada da cavab Y olaraq yazmışam. Sonra gəlir 4. Kütləsi 6102 bir dəqiqə. 6102 atom kütlə vahidi olan zülal molekulunda iki rabitənin əmələ gəlməsinə iştirak edən amin turşularının sayı 42 olarsa, bu molekulu əmələ gətirən amin turşularının radikallarının cəmi nəyə bərabər olacaq? Deməli, əvvəla iki rabitənin əmələ gəlməsinə iştirak edən amin turşularının sayı 42-dirsə, biz bilirik ki, hər bir zülal molekulu nə qədər amin turşusundan ibarət olursa olsun, bir rabitənin əmələ gəlməsində iştirak edən amin turşu sayı hər zaman üçün 2-dir. Və digərləri də ortada olanlardır. İndi bizə bu ortada olan, yəni 2 rabitənin əmələ gəlməsinə iştirak edənlərin sayını 42 olaraq vermişdir. Birinci və sonuncu bir rabitənin əmələ gəlməsinə iştirak etdiyinə görə, deməli ki, mən 42-nin üzərinə 2 gəlməklə, o 2 gəldiyim bir budur, bir də budur. Ümumi həmin zülal molekulunun 44 amin turşudan ibarət olduğunu tapmış oluram. Əlimdə 44 amin turşu var. Daha sonra nə var? Əlimdə ümumi bir də kütlə var. Nə soruşur? Radikalların cəmi. Necə yola çıxa bilərəm? Təbii ki, funksional hissənin kütləsini tapmaqla. Funksional hissənin kütləsini tapdıqdan sonra ümumi kütlədən funksional hissənin kütləsini çıxmaqla radikallara düşən pay yerdə qalan olacaq. Gəlin belə deyək. Burada da mən sizə funksional hissənin hesablanması üçün bir düstur vermişdim. Düsturumuz nə idi? N vurulsun 56. Çünki funksional hissə 56-dır. Üzərinə gəl 18. Bu da birinci və sonuncuda H və OH-ın toplam cəmidir. Bu bizə funksional hissəni verməlidir. Gəlin burada yazaq. Deməli, indi N-in yerinə 44 qoyduğum zaman 44-ü vurdum 56-ya. Üzərinə də gəldim 18. Baxaq nə etdim? 44 vur. Üzərinə gəldik 18. Bu etdi 2482. 2482. Deməli, indi mənim əlimdə olan funksional hissənin kütlə payıdır. Və mən ümumi kütlədən, yəni 6102-dən çıxıram 2482-ni. O da bərabər edir 6102 3620. Bu indi nə oldu? Radikalların cəmi. Demək, 6102 zülalın ümumi kütləsidir. Zaten zülal hansı hissələrdən ibarətdir?
Funksional hissə və radikal cəmindən. Düzdür. Funksiyonalı tapdım. Ümumi kütlədən funksiyonalı çıxdığım zaman əlimdə qaldı radikalın kütləsi. Keçdik 5-ə. Şəkildə verilmiş virus quruluşunda rast gəlinmir. Şəkildə verilən tütün mozaikası virusudur və bu virus RNT tərkibli bir virusdur. İndi RNT tərkibli bir virus olan bu virusun tərkibində nəyə rast gəlinməz? Nəyə rast gəlinməyəcək? Timin azot əsasına bu rahat bir testlərimizdən idi. Çünki timin RNT-nin tərkibində olmayan bir azot əsasıdır. Daha sonra 6-da deyilir. Verilmiş üzüm maddələrdən hansılarının tərkibində hidrogen rabitəsinə rast gələrik? Baxın, burada birinci albumin görürəm, yəni bir zülal molekulu görürəm. Zülalın tərkibində hidrogen rabitəsi varmı? Bəli, var. Çünki ikincili quruluşun əmələ gəlməsi hidrogen rabitəsinin iştirakı ilə baş verir və albumindəki zülal olduğuna görə təbii ki, birinci, ikinci, üçüncü mütləq şəkildə hər hansı bir zülal verirsə versin. Zaten zülal üçüncülü quruluşda öz funksiyasını yerinə yetirə bilər. Yəni, tutaq ki, mən bunu hansı quruluşda olduğunu bilməsəm belə, biz üçüncülü quruluşa çatan bir zülal müəyyən bir funksiya gördüyünü bildiyimizə görə, deməli ki, ikincili quruluşda hidrogen rabitəsi vardır. Hemoglobin yenə də dördüncülü quruluşda olan bir zülaldır və təbii ki, tərkibində hidrogen rabitəsinə rast gəlinir. ADF, ATF bunların heç birində hidrogen rabitəsinə rast gəlinməz. Makroergik rabitələr vardır. DNT-də bəli hidrogen rabitəsi vardır. Nəqliyyat RNT-sində də yenə də bəli hidrogen rabitəsi vardır. Çünki nəqliyyat RNT-sinin bir-birlərinə komplementar olan hissələri arasında hidrogen rabitəsini görürük. Cavab 1, 3, 4 və 6. 7-də hüceyrə nəzəriyyəsinin neçənci müddəasını yalnız çox hüceyrəli canlılara aid edə bilərik. Diqqət edirik. Demir ha, neçənci hətta deyil, neçənci müddəasını yalnız deyil. Yəni, çox hüceyrəlilərə 4 müddaanın 4-ü də aid edilir. Amma yalnız çox hüceyrəlilərə aid edilən müddaa isə sonuncu 4-cü müddadır. Çünki orada artıq hüceyrələrin birləşərək toxumu orqanlar əmələ gətirməsi, onların işini sinir və humoral yolla tənzimi verilmişdir. 8. Sitoplazmada olan maddə molekulu qonşu hüceyrənin stromasına keçənə qədər neçə lipid cərgəsindən keçmiş olar? Əvvəla bu, hər hansı bir hüceyrənin sitoplazmasındadır. Hər hansı bir maddə molekulu. Bundan söhbət gedirsə. Daha sonra burada bir hüceyrə arası maddəyə rast gəlirik və qonşu hüceyrənin içərisinə də gəlməlidir. Hara? Mən bunu əgər xloroplast kimi göstərsəm, xloroplastın stroma daxili maye mühiti xloroplastındır. Və 2 membran buradan keçməlidir. Gəlin baxaq, neçə dənə membran keçməlidir ki, bu maddə molekulu gəlsin, buraya çatsın. Bir dənə öz olduğu hüceyrədən kənara çıxa bilməsi üçün buradan bir dənə hüceyrə membranı. Digər hüceyrə sitoplazmasına keçə bilməsi üçün burada artıq ikinci, bir dənə də burada var, bir dənə burada, bir dənə də burada. Yəni, toplam 4 dənə membran keçib, gəlib stromaya, qonşu hüceyrənin stromasına keçməlidir. Bu zaman biz demişdik ki, membran sayı qədər deməli olacaq lipid qatı. Hər membranın lipid qatında da 2 dənə cərgə olduğuna görə membran sayından 2 dəfə də çox lipid cərgəsi olacaq. Qısacası 4 dənə membran 4 lipid qatı deməkdir. Hər lipid qatında 2 lipid cərgəsi olduğuna görə 4 vurulsun 2, yəni 8 lipid cərgəsindən keçmiş olacaq. 9. Deyir, 21 sentyabr önəmli bir tarixdir. 21 sentyabr. Bu mənə nə deyir? 21 sentyabrda gecə və gündüz bərabərləşir deyir. Yəni, o zaman artıq 21 sentyabrı gördüyüm zaman T bərabərdir 12 saat. Günün uzunluğu 12 saatdir. Sentyabr tarixində bir bitkinin fotosintezdə qəbul etdiyi karbon qazı və buraxdığı oksigen kütlələri arasındakı fərq 86,4 qram olmuşdur. Və mən sizə artıq bunu əzbər demişəm dərslərdə ki, bunu öyrənməlisiniz ki, udulan karbon qazı ilə buraxılan oksigen arasında olan fərq 72 qramdır. Amma yenə bir də burada yazacağım. Necə alırıq bu 72 qramı? Reaksiyada 6 molekul karbon qazı istifadə edilir və əmələ gəlir 6 molekul oksigen.
Karbon qazının 1 qramının, deməli, bir molekulunun daha doğrusu kütləsi 44-dür. O zaman 6 vurulsun 44. Yəni 264 qram karbon qazı istifadə edilmişdir. Əmələ gələn oksigen bir molekulu 32 qram olduğuna görə 6 vurulsun 32, bu da edəcək 192 qram. Bunlar arasındaki fərq isə 264-dən 192-ni çıxdığımız zaman edir 72 qram. Bunu əzbər şəkildə bilməlisiniz. Əzbər bilməlisiniz ki, bir də bunu hər dəfə yazıb bu şəkildə vaxt itirməyəsiniz deyə. İndi mənim yerim olmadığına görə yazdığıma baxdınız və həmin o yazdığımı siləcəm. Deməli, qısacası 72 qram fərq olduğunu bu şəkildə müəyyənləşdirdik. Daha sonra yazırıq ki, 180 qram glikoza C6H12O6 sintezləndiyi zaman fərq 72 qramdırsa, indi hal-hazırda mənə fərqi verib 86,4 qram olaraq. O zaman nə qədər glikoza sintezlənmişdir? 86,4-ü vuracam 180-ə, bölürəm 72-yə və tapıram ki, x-in bərabər imiş 216 qrama. Bu nədir? Bu glikozadır. Yəni C6H12O6. M-i tapdım mı? M-i də tapdım. Deməli, M-im nəyə bərabər imiş? T zaten burada var. M-i də tapdım. M-im də bərabər imiş 216-ya. İndi məndən nəyi istədi? Yarpaq sahəsini. Yarpaq sahəsini hesablamağım üçün düsturum hansı idi? S bərabərdir. M bölünsün T. Yerinə qoydum. M nə qədərdir? 216. T nə qədərdir? 12. 216-nı 12-yə böldüyüm zaman isə 18 kvadrat metr yarpaq sahəsi edir. Cavab 18 kvadrat metr, yəni Y variantı. Ona baxaq, deyir polipeptiddir. Baxın, polipeptiddir, polimerdir, polinukleotiddir. Bunlar arasında fərq var. Poli çoxlu deməkdir, düzdür. Burada polipeptiddir, yəni zulaldır demək istəyir. Polipeptiddir, yəni ki, çoxlu zulallardan təşkil olunub da, yəni amin turşularından təşkil olunub. Zulalı axtarmalıyam. Amma desək ki, polimerdir, məsələn, glikogenin özü də polimerdir. Glikogen polisaxariddir də, düzdür. Polimer desəydi götürərdim. Özüm ona görə bunu birinci yerləşdirmişəm ki, burada diqqət edin ki, polipeptiddir yazıb. Poli çoxlu peptid rabitələrdən ibarət olan bir maddə hansıdır? Zulaldır. Burada da başqa bir zulal görürükmü? Xeyr. Bir dənə zulal olaraq glukagon görürük. Məsələn, glukoza verilib, maltoza, galaktoza, bunlar heç belə deyək ki, polimer belə deyirlər. Çünki biz demişdik ki, monosaxarid və disaxaridləri polimer olaraq götürmürük. Ancaq polisaxaridləri polimer olaraq götürürük. Amma bu test vasitəsilə mənim sizə çatdırmaq istədiyim polinukleotid, polipeptid və bu sözlərə diqqət edəcəksiniz. Gəldik 11-ə. Aşağıdakı sxemdə evkaryot bir hüceyrəyə aid fərqli orqanoidlər arasında maddə keçidləri göstərilmişdir. Orqanoidlər arasında keçid edən A, B, C, D və Y molekulları ilə bağlı aşağıdakı qarşılaşdırmalardan hansı doğrudur? Gəlin baxaq. A maddəsi mitoxondriden Golgi aparatına verilmişdir və yazır ki, glikoza. Mitoxondridə glikoza sintezlənmir axı, hələ bir Golgiya da göndərsin. Bu doğru deyil, çünki biz nəyi tapmalıyıq? Doğru olan variantı. B-də C keçidində zulal yazılıb, yəni xloroplast ribosoma zulal göndərilmiş. Bu da yanlış bir məlumatdır. C-də B amin turşu. B nədir? B ribosomdan endoplazmatik şəbəkəyə amin turşu getməz. Ribosom amin turşu deyil də ribosomun sintez etdiyi zulaldır. Bu da doğru olmayacaqdır. Y-də deyilir, daha doğrusu D-də deyilir ki, E variantı, E keçidi daha doğrusu endoplazmatik şəbəkədən Golgi aparatına nə gedib? ATF gedib. ATF-i sintez edən iki hüceyrə orqanoidi vardır. Biri xloroplastdır, biri də mitoxondridir. Xloroplast sintez etdiyi ATF-i heç kəsə verməz. Mitoxondri isə paylaşar digərləri ilə.
Y variantında isə D keçidində oksigen. Xloroplast mitoxondriya oksigen verərmi? Verər. Bu doğrudur. Çünki dərs vaxtı da demişdik ki, xloroplastlarda yaranan oksigenin bir hissəsi ətraf mühitə çıxdığı halda, digər hissəsi isə hüceyrə tənəffüsündə iştirak edir. Belə, baxın, burada bir də nəyi çatdıracağımsa, görürsünüz, A-nın qarşısında A var, amma B-nin qarşısında C var. Yəni, belə bir testlər qarşınıza çıxanda çaşmayın. Yəni, orada tutaq ki, bax, burada D keçidi doğrudur. Gəlib burada D variantını götürməyin. O yanlış olacaq. Diqqət edin ki, D keçidini harada yerləşdiriblər. 12-yə baxaq. Deyir, DNT molekulunun bir zəncirində 3 ədəd rabitə əmələ gətirən pentozaların sayı 2 ədəd rabitə əmələ gətirən pentozaların sayından 128 ədəd çoxdur. Və biz də bilirik ki, hər zəncirdə, burada bir zəncir üçün yazır, bir zəncirdə. Deməli, hər zəncirdə iki rabitə əmələ gətirən pentoza sayı hər zaman üçün bir dənə olur. O zənciri başladan. Bunu mən sizə dərsdə də göstərmişəm. Özünüz də kitabda yenə də DNT molekulunun şəkli verilmiş hissəyə baxa bilərsiniz ki, zənciri başladan nukleotidin pentozası bir özünün azot əsası ilə bir rabitə əmələ gətirir. Bir də ortofosfatı ilə ikinci rabitəni əmələ gətirir. Başqa bir rabitə əmələ gətirmir. Amma digər bütün nukleotidlərin pentozaları isə 3 rabitə əmələ gətirir. Hər biri həm özünün azot əsası ilə bir rabitə, həm özünün ortofosfatı ilə ikinci rabitə, bir də digər nukleotidə birləşmək üçün digər nukleotidin ortofosfatı ilə, yəni üçüncü rabitəni əmələ gətirir. Qısacası, bir zəncirdə pentozanın 2 ədəd rabitə əmələ gətirməsi bir nukleotid üçün xarakterikdir. O zaman 3 rabitə əmələ gətirənlərin sayı 1-dən 128 ədəd çoxdursa, deməli, 3 rabitə əmələ gətirənlərin sayı 1-dən 128 ədəd çox olan hansıdır? 129-da, düzdür. Amma unutmursunuz ki, bu 129 3 ədəd rabitə əmələ gətirənlərin sayıdır. Bu 2 rabitə əmələ gətirən bir dənə nukleotidi də onun üzərinə gəlməliyik. Və belə başa düşürük ki, deməli, bir dənə zəncir üçün nukleotid sayı bizə 130 olaraq verilmişdir. Deməli, bir zəncirdə nukleotid sayımız 130-dur. İndi deyir, əgər bu molekulda 4 rabitənin əmələ gəlməsində iştirak edən azot əsaslarının sayı 120 olarsa, yenə diqqət edirik, azot əsasları dedi. Yəni, nukleotid demədi və biz də demişdik ki, azot əsaslarında minimum rabitə, maksimum rabitə əmələ gətirmək deyə bir şey yoxdur. 4 rabitənin əmələ gəlməsində iştirak edən azot əsasları deyirsə, deməli ki, bu guanin və sitozinin azot əsaslarının sayıdır. Və molekul üçün bu sayı bizə verib. Çünki guanin və sitozin azot əsası olaraq qarşı zəncirdə olan azot əsası ilə 3 hidrogen rabitəsi ilə birləşir. Bir də hər biri özünün pentozası ilə bir rabitə əmələ gətirir. Deməli, burada bizə 120 verilib, hansı ki, bu molekul üçün guanin topla sitozin nukleotidlərinin cəmidir. Və biz bu bir zəncirdə 130 nukleotid ki tapmışdıq. Molekulda nə qədər nukleotid olmalıdır? 2-yə vurduğum zaman 260 ümumi molekulda olan nukleotidlərin sayıdır. Bu da əlimdə var. Guanin sitozin cəmi əlimdə var. Daha sonra nə deyir? Deyir, həmin molekulda nukleotidlər arasında rabitə sayı nə qədər olacaq? Burada diqqət edin, hidrogen rabitələrini təkcə demir. Həmin molekulda nukleotidlər arasında rabitə sayı. Bu zaman mən həm bu nukleotidlər arasında olan hidrogen rabitələrini nəzərə almalıyam, həm də zəncirdə nukleotidlərin bir-birləri ilə birləşdiyi zaman əmələ gələn kovalent rabitələrini nəzərə almalıyam. Onda gəlin bunları ayrı-ayrılıqda hesablayaq. Öncə hidrogen rabitələrinin sayının hesablanması üçün 260 nukleotidin 120-si guanin sitozindir. Nə qədəri adenin timin olacaq? Təbii ki, 126-dan, buradan elə 260-dan 120-nə çıxdım. Və qaldı yerdə 140. Bu 140 adeninlə timin nukleotidlərinin cəmidir.
Zaten burada elə hidrogen rabitələrinin sayı da 140 olacaq. Çünki biz bilirik ki, adenin və timin nukleotidlərinin cəmi molekulda elə onlar arasında olan hidrogen rabitələrinin sayına bərabərdir. Amma guaninlə sitozin arasında olan hidrogen rabitələri, bunlar 3 dənə hidrogen rabitəsi daxil guanin sitozin arasında. Burada nə demişdik? Molekuldakı guanin və ya sitozin sayılarının cəmini 3-ə vurmaqla tapırdıq. Əgər 120 toplam cəmdirsə, bu o deməkdir ki, 60 guanin nukleotididir, 60 da ki sitozin nukleotididir. İndi bunlar arasında hidrogen rabitəsinin hesablanması üçün, məsələn, molekulda olan guanin sayını vurdum 3-ə və ya sitozin sayını fərq etməz. Deməli, 180 hidrogen rabitəsi tapdım guaninlə sitozin arasında. 180 guanin sitozin arasında, 140 isə adenin timin arasında. Elə bunları cəmlədik. 180 ilə 140-ı cəmlədiyim zaman bərabər edəcək bu say 320-yə. 320 cavab deyil. Bax, burada B variantda 320 yerləşdirmişəm, amma bu cavab deyil. Niyə? Çünki mənim burada tapdığım hal-hazırda yalnız hidrogen rabitələridir. Biz demişdik, axı burada ümumi nukleotidlər arasında rabitə hesablanmalıdır. Yəni, kovalent rabitələr də nəzərə alınmalıdır. Onu da necə nəzərə alırıq? Rəngi dəyişim. Deməli, burada iki zəncirli bir DNT molekulundan söhbət gedir. Bir zəncirində 130 nukleotid, digər zəncirində 130 nukleotid. Və hər bir zəncirdə nukleotidlərin birləşməsi zamanı həmin o rabitə sayı necə hesablanılırdı? N-1 düsturu ilə, düzdür? N-1. Deməli ki, burada 129 rabitə var. Burada da 129 rabitə var. İndi belə də edə bilərsə, ümumi 260-dan 2 də çıxa bilərik. Fərq etməz, eyni şey edəcək də. Yəni, ümumi molekulda olan nukleotidlərin sayını bildikdən sonra N-2 düsturundan istifadə edə bilərik. Amma burada daha başa düşülən olsun deyənə bu şəkildə yazırıq. Deməli, bu rabitələr də 129 topla 129 nə etdi? 258. O zaman 258 oldu. Hansı ki, zəncirlərin əmələ gəlməsi zamanı nukleotidlər arasında olan rabitə. 320 də oldu nə? Hidrogen rabitəsi azot əsasları arasında olan. 320 ilə 258 də topladığım zaman etdi 578. Cavab A variantı olaraq doğrudur. Baxaq digərinə. 13-də deyilir, verilmiş fikirlərdən hansı yanlışdır? Burada yanlış olan fikri tapmalıyam. A variantında deyilir, yaşıl bitki hüceyrələrində gecə üzüm maddə sintezi gedir. Gedirmi? Gedir. Çünki yaşıl bitkinin hüceyrələrində glikoza sintezi gedir demir burada. Üzüm maddə sintezi gedir deyir. Misal deyək ki, bu zülal ola bilər, bu ATF ola bilər. Dərs vaxtı da demişdim ki, mitoxondrinin nəyinə lazımdır ki, gecədir, o öz ATF-ni sintez edəcək. Və ya ribosomun nəyinə lazımdır ki, gecədir və ya gündüzdür, o öz zülalını sintez edəcək. Deməli, A variantı yanlış deyil. B-də deyir, avtotrof canlılarda xlorofil pigmenti olmaya bilər. Əlbəttə ki, mən bunu əgər xemosintez edici bir canlı kimi baxarsam, avtotrofdur, lakin xlorofil pigmentinə malik deyil. Bu da yanlış olmadı. C variantı, bütün yaşıl bitkilərdə xloroplasta rast gəlinir. Bu yanlışdır artıq. Niyə? Çünki bütün yaşıl bitkilər dediyi zaman mən burada yosunları da nəzərə alıram və yosunlarda xloroplasta rast gəlinmir. Yosunlarda xromatofora rast gəlinir və demişdik ki, xloroplast yalnız və yalnız ali bitki hüceyrələri üçün xarakterikdir. D variantında deyilir. Yaşıl olmayan bitkilərdə fotosintez prosesi gedə bilər. Gedə bilərmi? Bir fikirləşək, əlbəttə gedə bilər. Yaşıl olmayan bitki olaraq mən buna qonur, qırmızı yosun deyə bilərəm və yaxud da ki, yaşıl olmayan digər bitkilərimiz də var. Örtük toxumlar içərisində də bənövşəyi rəngdə olan gövdə yarpaqları olan bitkilərimiz, ot bitkilərimiz vardır ki, onlarda da fotosintez prosesi gedir. Deməli, bu da yanlış bir fikir olmadı. Y variantı, mitoxondrisi olmayan heyvan hüceyrələrində ATF sintezi gedə bilər. Bu da doğrudur. Ən azından glikoliz mərhələsindən ATF alacaq və yaxud da ki, mən buna bir aerob bakteriya kimi baxarsam,
Oksigenli mərhələsi də mezosomlar üzərində olan pigmentlərdə həyata keçəcək. Deməli ki, bu fikirdə yanlış olmadı. 14-ə baxıram. Deyir, hüceyrə orqanoidləri və onların funksiyaları ilə bağlı uyğunlaşdırmalardan hansı doğru deyil, yanlış olanı tapmalıyam. Mitoxondriya ATF sintez edirmi? Edir. Yanlış deyil. Xloroplast ATF sintez edirmi? Edir. Dedi ki, iki hüceyrə orqanoidi ATF sintez edir. Golgi aparatı karbohidrat sintez edirmi? Bu da edir. Lizosom ferment sintezi lizosomlar tərəfindən hər hansı bir üzüm maddə sintezi getmir. Elə yanlış olan da budur. Ribosom protein sintez edirmi? Zulaldı protein sadə. Zulaldı əlbəttə ki edir. Bu da yanlış değildir. 15. Deyir, aşağıda verilən balıq sümüyü diaqramının üst hissəsində energetik mübadilənin mərhələləri, görə qlikoliz mərhələsi verilib, oksigenli mərhələ verilib, biri yazılmayıb da, deməli bu da hazırlıq mərhələsidir. Alt hissəsində isə bu üç prosesdə yaranan maddələr göstərilmişdir. Nömrələnmiş hissələr üçün aşağıdakı verilmiş uyğunlaşmalardan hansı yanlışdır? Deməli, birdə hazırlıq mərhələsi olmalıdır, bu yanlış deyil. 2-də yazıb ki, oksigenli mərhələdə deməli, əmələ gəlir, yaranan maddələrdəndir. Qlikoza yaranır. Bu elə özü yanlışdır. Çünki oksigenli mərhələdə qlikoza yaranmır. Zaten glikolizdə bu ikinci oksigenli mərhələsi 3. Fərqi yoxdur. İkinci mərhələ belə yazsaydı, yenə də qlikoza yaranmayacaqdı. Əksinə orada qlikoza parçalanır deyirik. Amma baxın, birinci mərhələdə hazırlıq mərhələsində deyirik, mürəkkəb üzüm maddələrin sadəyə doğru parçalanması. Birinci mərhələdə qlikoza yarana bilər. 3-də yazıb ATF-in əmələ gəlməsi. ATF deməli 2-də də 3-də də əmələ gəlir, yanlış deyil. 2-də oksigenli mərhələdə karbon qazının əmələ gəlməsi, bu da yanlış deyil. Glikoliz mərhələsinə su, 2 molekul su əmələ gəlir, bu da yanlış deyil. Deməli, yanlış oldu burada bizim üçün B variantı. Sonra davam edək 16. 16-da deyilir. Cədvələ əsasən x plus y ifadəsinin qiymətini tapın. Baxın, burada böyük bir məlumat verməmişəm. Az bir məlumatla mən həm nukleotidlərin ümumi sayı, həm də hidrogen rabitələrin ümumi sayını necə tapa bilərəm? Diqqət edirik məsələnin testin şərtinə. Nə deyir bizə? Deyir ki, 5 rabitə əmələ gətirən nukleotid sayı 240-dır. Və biz də bilirik ki, 5 rabitə əmələ gətirən guanin, topla, sitozin nukleotidləridir və 5 rabitə əmələ gətirirsə, hamısı da molekulun ortasında olan nukleotidlərdir. Daha sonra deyir ki, 4 rabitə əmələ gətirən nukleotid sayı isə 0-dır. Yəni, belə başa düşürəm ki, zəncir guanin sitozinlə başlamadı və onunla da bitmədi. 4 rabitə əmələ gətirən nukleotidlər 0-dırsa, həm də buradan onu başa düşürəm ki, molekulun ortasında adenin timin nukleotidləri də yoxdur. Çünki 4 rabitə əmələ gətirən nukleotid yoxdur. O zaman bu DNT molekulu nə ilə başlayır, bitir? 3 rabitənin əmələ gəlməsinə iştirak edən adenin və timinlə başlayır və onunla da bitir. Deməli, adenin topla timin cəmi 4 imiş. Çünki ortada adenin timin yoxdur, olsa 4 rabitənin əmələ gəlməsinə iştirak etməlidirlər. Və 4 rabitənin əmələ gəlməsində guanin sitozin də iştirak etmədiyinə görə o zaman adenin timin iştirak edir. Buradan belə başa düşürük ki, nukleotidlərin ümumi sayı 240 guanin topla sitozin, plus da 4 adenin topla timin. Yəni, bu bərabərdir nəyə? 244-ə. İndi hidrogen rabitələrinin ümumi sayı bizdən istənilir. Biz bilirik ki, guaninin DNT molekulunda guanin və sitozin olsun da sayını 3-ə vurmaqla biz deməli hidrogen rabitələrini tapa bilərik. O zaman guanin burada 120 edəcək, sitozin də 120. 120-ni vurdum 3-ə, etdi 360. Bu 360 hidrogen rabitəsidir və guaninlə sitozin arasında olan. Amma adeninlə timin arasında olan hidrogen rabitəsi elə adeninlə timin cəminə bərabər idi. O zaman cavabımız burada nə edəcək? 244 nukleotidlərin ümumi sayı, 364 də etdi bizim üçün hidrogen rabitələrinin sayı. Bunları cəmləyəcəm. 364 üstə gəlsə 244 etdi 608. Burada da bizə B variantına uyğun gəldi. 17. Deyir, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin.
Enerji mübadiləsinin ikinci mərhələsi, yəni qlikoliz. Enerji mübadiləsinin üçüncü mərhələsi, yəni oksigenli mərhələ. Və Eyler-Venn diaqramda bilirsiniz də, Z ortaq xüsusiyyətlər olmalıdır. Gəlin baxaq. Su əmələ gəlir. Burada yazın, sonra aşağı düşüb baxarıq. Aha. Su əmələ gəlir. Su hansı prosesdə əmələ gəlir? İkinci mərhələ qlikolizdə 2 mol əmələ gəlir. Enerji mübadiləsinin üçüncü mərhələsi olan oksigenli mərhələdə 42 mol əmələ gəlir. Deməli, bunu biri ortaq xüsusiyyət kimi Z-ə götürək. Piro üzüm turşusu əmələ gəlir. Piro üzüm turşusu qlikoliz mərhələsində əmələ gəlir. Deməli, 2-ni yazdıq X-a. Oksigen iştirakı ilə gedir. Bu oksigenli mərhələdir. Deməli, Y-də 3-ü yazdıq. Hüceyrənin sitoplazmasında gedir. Üçüncü mərhələ mitoxondriyada gedir. İkinci mərhələ sitoplazmada. Deməli, 2, 4 getdi X-a. İstilik enerjisi əmələ gəlir. İstilik enerjisi hər ikisində əmələ gəldiyinə görə ortaq xüsusiyyət kimi Z-ə yazılacaq 5. Karbon qazı əmələ gəlir. O da oksigenli mərhələyə aid olduğuna görə Y-ə yazılacaq. İndi bu variantı axtarırıq. 2, 4, 1, 5, 3, 6 Y variantına uyğundur. 18. Deyir ki, tripeptid daha doğrusu, tripeptid. Yəni, tripeptid nə demək istəyirdi? Onu bizdən soruşur ki, 3 amin turşusudurmu, yoxsa 3 peptid rabitədirmi? Bax, onu biz bilməliyik. Molekulunda müvafiq olaraq neçə peptid rabitə və neçə amin turşusu var? Tripeptid nə deməkdir? 3 dənə amin turşusu, 2 dənə də peptid rabitə. 2 peptid rabitə, 3 amin turşusu. Yəni, tri amin turşularının sayını göstərirdi. Burada da 2 peptid rabitə, 3 amin turşusu B variantında görürük. 19. DNT-nin eyni, çox önəmlidir, eyni gen sahəsindən kopyalanmış 4 mRNT üzərində hər birində 7 ribosom hərəkət edir. Müvafiq olaraq sintez olunan zülalın növü və molekul sayı nə qədər olacaq? Əgər mənim 4 dənə mRNT-m varsa, amma diqqət edirik ki, eyni gen sahəsindən kopyalanıb bu mRNT-lərin hamısı. Bu nə deməkdir? Yəni, hamısı bir növ zülalın məlumatını gətirib. Tutaq ki, insulin zülalının məlumatını gətiribsə, dördündə də eyni gen sahəsindən gəlir axı, insulin sintezlənəcək. Deməli, sonucda mənim bir növ zülalım olacaq, növ olaraq. Say isə ribosom sayı ilə təyin olunur. 4 vurulsun 7. Çünki hər bir mRNT üzərində 7 dənə ribosom, toplamda 4 mRNT-də 28 ribosom hərəkət edir. O zaman bir növ zülal molekulu, 28 isə sayı olacaq. Cavab B variantı. 20. Uyğunsuzluğu müəyyən edin, yəni hansı yanlışdır? Stroma döşənə xalça deməkdirmi? Bəli, deməkdir. Plastidis formalaşmış deməkdirmi? Deməkdir. Vakus dolduran deməkdirmi? Xeyr, bu boş demək idi. Ona görə də bunlar doğrudur, amma C variantı yanlışdır. Digərləri də yenə doğrudur. Membran örtük, dəricik. 21. Deyir ki, şəkildə hüceyrə membranının quruluşu göstərilmişdir. Bu 9-cu sinif dərslik kitabında olan şəkildir və dərs vaxtında da demişdim ki, buna çox diqqət edəcəksiniz. Membran üzərində müxtəlif maddələr, polisaxaridlər, lipidlər və zülal molekulları nömrələrlə işarələnmişdir. Zülal molekullarını ifadə edən hissələri seçin. Əvvəla, bax, bu 2 polisaxaridlərdir, 4 lipiddir. Amma istər bu sarı, yaşıl, nə bilim, oranjıvı, göylə göstərilənlərin hamısı zülaldır. O zaman gəlin baxaq. 1 zülal oldu, 3 zülal oldu, 5 də zülal oldu. Burada da B variantı doğrudur. Çünki 4 lipiddir, 2 də polisaxariddir. Onları götürmürük. 22. Energetik mübadilə ilə bağlı verilən fikirlərdən hansı doğrudur? Gəlin baxaq. Yalnız aerob mühitdə yaşayan canlılarda baş verir. Anaerob daha doğrusu yazıb. Yalnız anaerob mühitdə yaşayan canlılarda baş verir, doğru deyil axı. Bu elə çıxır ki, onda energetik mübadilə aerob canlılarda baş verməz. Yəni, bir doğru deyil. Mənə doğru olanlar lazımdır. Bu prosesin getməsi üçün üzvü aləmdə mütləq zədələnməmiş mitoxondri membranına ehtiyac vardır. Bu da doğru deyil. Niyə? Çünki üzvü aləm deyir. Mən burada bakteriyaları nəzərdə tutsam, bakteriyalarda energetik mübadilənin getməsi üçün mütləq şəkildə zədələnməmiş mitoxondri membranına ehtiyac varmı? Özü burada energetik mübadilə yazmışam.
Misal üçün, ə, heç qlikoliz mərhələsi belə mitoxondri membranı olmadan gedər. Hələ bu sualı bizə oksigenli mərhələ üçün versəydi, yenə üzvü aləm dediyinə görə bakteriyalarda mitoxondri olmasa belə, söhbət aerob bakteriyalardan gedir, onlarda oksigenli mərhələ həyata keçir. Deməli ki, bu da doğru deyil. Enerji mübadiləsinin ikinci mərhələsi hüceyrənin sitoplazmasında gedir. Enerji mübadiləsinin ikinci mərhələsi glikolizdir. Bəli, harda gedir? Sitoplazmada gedir. Fikri doğrudur. Enerji mübadiləsinin birinci mərhələsində 2 molekul ATF əmələ gəlir. Yanlışdır. Çünki birinci mərhələ hazırlıq mərhələsidir. Orada ATF molekulu əmələ gəlməz. Enerji mübadiləsinin 2 və 3-cü mərhələləri yalnız mitoxondrida gedir. Bu da yanlışdır. 2 sitoplazmada gedir, 3 mitoxondrida gedir. Deməli ki, bir dənə doğrumuz 3 oldu. Cavab yalnız 3. 23. Yer kökünün meyvə kökünün yetişməsi prosesində hansı plastik tiplərinin bir-birlərinə çevrilməsi müşahidə olunur? Biz demişdik ki, yer kökü meyvə kök olaraq gövdənin aşağı hissəsi və əsas kökün iştirakı ilə əmələ gəlir. Və kökdə də leykoplast olur. Daha sonra yer kökünün rəng verəni xromoplastdır. Deməli, leykoplastın xromoplasta çevrilməsi baş verəcək yer kökü meyvəsinin yetişməsi zamanı. 24. A orqanoidi. Hansı orqanoid? Xloroplast. B və C orqanoidlərindən fərqli olaraq. Deməli, elə bir variant götürməliyik ki, A-da var, amma nə B-də, nə də C-də yoxdur. İkisindən də fərqli olaraq nəyə sahibdir? Ona baxırıq. ATF sintez edir. Hə, A ATF sintez edir, amma B-dən fərqli xüsusiyyət deyil. C-dən fərqli olsa da B-dən fərqli xüsusiyyət deyil. Çünki B də ATF sintez edir. Onda 1 olmayacaq. Yalnız ali bitki hüceyrələrində var. Bu doğrudur. Çünki digərlərindən fərqli olaraq yalnız ali bitki hüceyrələrində var. 2 doğru. Sonra membransızdır. Yanlışdır. Membransız hüceyrə mərkəzidir. Yəni hüceyrə mərkəzinin digərlərindən fərqli xüsusiyyəti olsaydı doğru götürərdim. Amma bu halda xloroplastın digərlərindən fərqli xüsusiyyəti deyildir. Üzü maddə sintez edir. Bu da doğru deyil. Niyə? Öz üzü maddə sintez edir. Amma üzü maddəni mitoxondri də sintez edir. Yəni fərqli xüsusiyyəti deyil. Zulal sintezində iştirak edir. Tamam. Ribosomu var, zulal sintezi edir. Amma o işi mitoxondridə görür. Deməli ki, xloroplastın mitoxondridən fərqli bir xüsusiyyəti deyil. Daxili maye mühiti stroma adlanır. Bu doğrudur. Çünki yeganə xloroplastların daxili maye mühitləri stroma adlanır. Qısaca doğru cavablarımız 2 və 6 B variantı oldu. 38 amin turşudan ibarət, amin turşu sayı bizə verilmişdir 38 olaraq. Zulal molekulunun sintezində iştirak edən mRNA-nin kütləsi nəyə bərabərdir? Deməli, 38 amin turşu neçə tripletlə kodlaşır? 38 tripletlə kodlaşır. Triplet. Amma mən burada sizdən mRNA-nin kodlaşdırıcı hissəsinin kütləsini soruşmamışam. Əgər mRNA-nin kodlaşdırıcı hissəsinin kütləsini soruşsaydım, onda biz 38 tripleti birbaşa bir tripletin atom kütlə vahidi olan 900-ə vurmaqla 34200-ü alardıq. Amma cavab bu olmayacaq. Niyə? Çünki mRNA-də kodlaşdırıcı tripletlərlə yanaşı bir də stop kod var, hansı ki kodlaşdırmada iştirak etməyən. Ona görə də mRNA üzərində toplam bizim 39 tripletimiz var. Həmin bu 39-u mən vurmalıyam 900-ə. Yəni, edəcək 35100. Cavab burada 25-də D variantıdır. Belə deyək, misal bir tripletin kütləsi, misal AUG metionin, hər biri 300-dür. 3 vurulsun, 300, yəni 900-dür. Bunu dərsdə demişdim, yadda saxlayın. Bir də onu nukleotidə çevirib təkrar 300-ə vurmağa gərək yoxdur. Birbaşa tripletin özünün kütləsi 900 olduğuna görə 900-ə vurmaqla rahatlıqla tapa bilərik. Zülal və karbohidratlar üçün ortaq olan funksiyalar hansılardır? Energetik funksiya bilirik ki, hər ikisinə ortaqdır. Daha sonra bir də inşaatdır ortaq. Yəni cavab A variantı olacaq. Bu artıq faktoloji bilikdir də, əzbərə dayanan bilikdir. Dayaq hərəkət bunlar zülala aiddir. Energetik belə deyək, zülala ikisinə də aid olsa da katalitik zülala aiddir. Belə 27.
Şəkildə təsvir olunan proses, hansı proses təsvir olunmuşdur? Transkripsiya. Deyir, ali heyvan hüceyrələrinin maksimum neçə növ strukturunda baş verə bilər? Transkripsiya, əgər ali heyvan hüceyrəsi soruşursa, ali heyvan hüceyrəsində xloroplast olmayacağına görə, bunu bir biz mitoxondri üçün götürə bilərik. DNT-yə malikdir. DNT müəyyən bir hissəsindən mRNT-nin sintezi, bir də nüvə üçün götürə bilərik. Ona görə də cavab olacaq 2B variantı 27-də. Deməli, transkripsiya ali heyvan hüceyrələrinin iki növ strukturunda baş verə bilər. 28. Nöqtələrin yerinə uyğun gələn alim adlarını yazın. İlk dəfə olaraq hüceyrə termini elmə kim gətirmişdir? Robert Hooke gətirmişdir. Düzdür. İndi biz deməli ki, 2-ni birinci yazmalıyıq. Elə buradan yazaq 2. Canlı hüceyrəni isə Antoni van Leeuwenhoek kəşf etmişdir. O zaman 1. Hüceyrənin canlının ən kiçik inkişaf vahidi olması fikri. O kimin fikridir? Karl Berin 6-da yer alır. Alimin adı. Daha sonra hər bir yeni hüceyrə ana hüceyrənin bölünməsi nəticəsində əmələ gəlir fikri. Bu fikir kimdir? Virxovundur. Deməli 4-ü yazıram. Daha sonra heyvan hüceyrələri haqqında məlumatı Şvan öyrənmişdir. 3 gələcək. Bitki hüceyrələri haqqında məlumatı isə Schleiden toplamışdır. Ardıcan da 5-i yerləşdirməliyəm. İndi belə bir variant seçirəm. 2, 1, 6, 4, 3, 5. Burada gəlir D variantı. Sonra baxaq 29-a. Əgər xatırlayırsınızsa, keçən miqdə iştirak edənlər belə bir buna oxşar miqə test düşmüşdü. Burada deyir DNT molekulunda 3 rabitə əmələ gətirən nukleotidlərin sayı 0. Yəni belə başa düşdük ki, zəncir və ya molekul olsun, adenin timinlə başlayıb adenin timinlə sonlanmır. Yəni nə başa düşdük? Zəncir guaninlə başlayır, molekul da guanin sitozinlə başlayır, elə onunla da bitir. Daha sonra deyir 5 rabitə əmələ gətirən nukleotidlərin sayı 360. Deməli, bayaq buna oxşar məsələ vermişdim, amma bu biraz daha qəlizdir. Deməli, 360 guanin, toplay, sitozin cəmidir. Düzdür? 5 rabitə əmələ gətirənləri. Amma üzərinə bir də 4 gəlirəm. Nəyə lazımdır bu 4? Bu 4-ə hardan gəldim? Əgər 3 rabitə əmələ gətirən nukleotid sayı 0-dırsa, bu o deməkdir ki, molekul adenin timinlə başlayıb adenin timinlə sonlanmır. O zaman bu molekul nə iləsə başlayıb nə iləsə sonlanmalıdır. Deməli ki, guanin sitozinlə başlayır. Çünki molekulda 2 zəncir olduğuna görə 2 dənə zəncirləri başladan nukleotidlər guanin sitozindir. 2 dənə də zənciri sonlandıranlar, yəni molekulun sonunda olanlardır. Ona görə 360 say olaraq 5 rabitənin əmələ gəlməsinə iştirak edənlərdir. Deməli, 4 rabitənin əmələ gəlməsinə iştirak edən guanin sitozin sayı isə 4-dür. Daha sonra deyir nukleotidlərin ümumi sayı, bir də hidrogen rabitələrinin bizə burada ümumi sayı verilib. Aha. İndi mən buradan necə yola çıxmalıyam? 364 mənim toplam olaraq guanin sitozin cəmim var. Bu o deməkdir ki, guanin sayı nukleotid olaraq molekulda 182-dir. Sitozin sayı da yenə 182-dir. Biz demişdik ki, molekulda guanin sitozin arasında hidrogen rabitələri necə hesablanılır? Əgər guaninin sayının 182 olduğunu bilirəmsə, vururam 3-ə. Deməli, 182-ni vurdum 3-ə etdi 546. Bu 546 guanin və sitozin arasında olan hidrogen rabitələridir. Mənə ümumi hidrogen rabitələrinin sayı 792 olaraq verilmişdir. İndi 792-dən çıxıram 546. Bu bərabər edəcək 546 edir 246. İndi bu 246 nədir? 246 adenin və timin arasında olan hidrogen rabitələridir. Amma biz demişdik ki, elə adenin, timin nukleotidləri arasında olan hidrogen rabitəsi nukleotid sayı ilə eynidir. Deməli, bu sayı həmçinin də ki, adenin, timin nukleotidlərinin sayıdır. İndi nukleotidlərin ümumi sayı məndən istənilmişdi. Adenin, timin sayı 246, 364-dəki guanin sitozin cəmi. İndi yazaq. Rəngi dəyişim. Deməli,
Nukleotidlərin ümumi sayı hesablanması üçün, belə deyək, burada deməli, bərabərdir. Guanisitozin cəmi nə qədər verdi? 364. Çıxılsın, üstə gəlsin daha doğrusu, 246. Bu da edəcək 610. Hə, amma burada, misal burada axı guanisitozin 4 dənəni nəzərə almalıyıq. Amma əgər siz burada hidrogen ümumi bunun 4-ü nəzərə almadan çıx guanin və sitozinlə getsəz, o alınmayacaq. Misal üçün bizim bir düsturumuz var, ha, hidrogen ümumi bərabərdir. Nukleotidlərin sayı topla guanin. Düzdür? Oradan da nukleotidlərin sayını ala bilməyim üçün hidrogen ümumidən guanini çıxmaqla tapa bilərəm. Amma siz bu 4-ü nəzərə almasaz, 4-ü nəzərə almasaz, elə onunla da gedə bilərik. Mən biraz xırdaladım. Amma 4-ü nəzərə alsam, gəlin belə deyək. 4-ü nəzərə alsam, 382 guanin olduğunu nəzərə alsaq, hidrogen rabitədən ümumi sayı, yəni 792-dən çıxdım 182. Düzdür, elədir 610 rahatlıqla. Amma 4-ü nəzərə almasaz, 360-ı yarıya bölsəz, yəni 792-dən çıxsaz, neçə olacaqdı? 180-i, o edəcəkdir 612. Baxın, onu da sizin üçün bura yerləşdirmişəm. Ki, mənim yerləşdirməyim ona görədir ki, diqqətli olasınız. MİQ də bunu o şəkildə edəcək. Yanlış edəcəyiniz halda sizin orada bir cavab variantınız sizi zaten gözləyir olacaq. 30. Yəni, mən bunu xırdaladım ki, bu şəkildə yol nədir? Amma bu düstur daha rahat düsturdur. Təbii ki, bu 4-ü nəzərə alsaz doğru cavabınız çıxacaq. Şəkildə təsvir olunmuş hüceyrə orqanoid ilə bağlı yanlış fikri müəyyən edin. Hansı hüceyrə orqanoididir? Ribosomdur və bununla bağlı nəyi dedi? Yanlış variantı tap dedi. Baxaq. Yaşıl bitki hüceyrələrinin maksimum 4 strukturunda formalaşır. Elə bu yanlışdır. Nəyə görə? Çünki biz demişdik ki, yaşıl bitki hüceyrələrində nüvəcikdə, xloroplast və mitoxondrdə, yəni 4 deyil də 3 strukturda formalaşa bilər. Amma digərləri doğru olacaq. Yenə də baxaq, həm prokariot, həm də evkariot hüceyrələrdə mövcuddurmu? Mövcuddur. Bu testlərin bütün variantlarına baxın. Cavabı tapdığınız zaman keçməyin. Çünki bütün testlərə variantlar yerləşdirilərkən sanki dərsin təkrarı kimi etmişəm ki, hər bir məlumat sizin üçün bir daha təkrar olsun. Membransız quruluşa malikdirmi? Doğru fikirdir. 2. Müxtəlif ölçülü hissəcikdən təşkil olunmuşdurmu? Doğrudur. Ən qədim hüceyrə orqanoididir. Bu fikrimiz də yenə doğru oldu. 31-də deyilir. Fotosintezin işıq mərhələsi ilə enerji mübadiləsinin oksigenli, yəni 3-cü mərhələsi qarşılaşdıran bir Venn diaqramı göstərilmişdir. X ilə göstərilmiş hissəyə, yəni ortaq olan xüsusiyyət kimi hansı ifadələri müəyyən edə bilərik? Baxaq. Hər ikisində ATF sintez olunur. Fotosintezin işıq mərhələsində də ATF sintez olunur. Enerji mübadiləsinin 3-cü mərhələsi olan oksigenli mərhələdə də yenə 36 molekul ATF sintez olunur. Deməli ki, hər ikisi üçün ortaq bir xüsusiyyətdir. Daha sonra deyilir, hər ikisində glikoza əmələ gəlir. Glikoza heç birində əmələ gəlmir. Heç fotosintezin işıq mərhələsində belə glikoza əmələ gəlmir. Glikoza qaranlıq mərhələdə əmələ gəlir. Yəni, bu da əmələ gəlir yazıb da. Yəni, ikisinə də ortaq olmayan bir xüsusiyyət heç birində. Çünki əmələ gəlməz. Əmələ gəlmir yazsaydı, tamam, ortaq xüsusiyyət olaraq götürərdik. Hər ikisində işıq enerjisinə ehtiyac var. İşıq enerjisinə fotosintezin işıq mərhələsi üçün ehtiyac var. Deməli, biri götürək, bunlar götürülməyəcək. Amma enerji mübadiləsinin 3-cü mərhələsi üçün ehtiyac yoxdur. Hər ikisində molekulyar oksigen yaranır. Bu doğrudur. Həm işıq mərhələsində fotosintezin molekulyar oksigen əmələ gəlir, həm də enerji mübadiləsinin 3-cü mərhələsində molekulyar oksigen əmələ gəlir. Deməli, demişdik ki, işıq mərhələdə zaten oksigen əmələ gəlir, bir hissəsi atmosferə çıxır, bir hissəsi hüceyrə tənəffüsündə iştirak edir. Enerji mübadiləsinin 3-cü mərhələsində də molekulyar oksigen necə əmələ gəlir? Orada demişdik ki, hər 4 hidrogen protonu 4 oksigen anionu ilə birləşdiyi zaman 2 molekul su və 1 molekulda oksigen əmələ gəlirdi. Ona görə də oksigen əmələ gəlməsi ortaq xüsusiyyət olaraq götürülür. Hər ikisində atomar hidrogen əmələ gəlir. Bu da yenə doğrudur. Hər ikisi üçün həm işıq mərhələ, həm də enerji mübadiləsinin oksigenli mərhələsində atom halında hidrogen əmələ gəlir. Deməli, 1, 4, 5 o da oldu bizim üçün A variantı doğru cavab.
Gəldik 32. Burada bir məsələ görürük. Deyir, biosintezdə iştirak edən mRNT-nin kütləsi. Baxın, mRNT-nin birbaşa kütləsi verilib. Kodlaşdıran hissə deyilməyib. Əgər adətən sizin testlərinizdə, yəni Dimin Güvənin sizə verdiyi testlərdə kodlaşdırıcı hissə yazılır. Amma mən burada bir kodlaşdırıcı hissə sözünü yazmamışam. Deməli, 49500 ümumi mRNT-nin kütləsidir. Və mən burada indi mRNT neçə tripletdən ibarətdir? Bunu necə tapım? Təbii ki, bir tripletin, misal AUG start kod yazıram. Bir tripletin kütləsi 900 atom kütlə vahididirsə, mənə verilmiş 49500-ü bölüm 900-ə rahatlıqla nə qədər tripletim olduğunu tapım. Tapdım ki, bu mRNT-mdə ümumi 55 triplet var. Və bu 55 tripletin biri də sonuncu olan triplet stop koddur. Misal olsun UAA stop kodu düzdür və bu hər hansı bir amin tuşu kodlaşdırmayacaq. Deyir, bu proses nəticəsində sintez olmuş zulalın. Tamam. Deməli, 54 dənə triplet kodlaşdırıcı tripletdir. Bir dənə də stop koddur. Toplam 55 triplet edir. İndi mənə deyir ki, Zulal. Zulal 54 kodlaşdırıcı triplet əsasında 54 amin turşudan ibarətdir. Deməli, əlimdə 54 amin turşu var və karbon və oksigen atomları arasında rabitə soruşulur. Biz bilirik ki, hər amin turşunun funksional hissəsi özdə deyib. Çünki ümumi deyə bilmərəm. Funksional hissə deyəndə artıq burada radikalda bəlkə var karbonla oksigen arasında rabitə. Yəni onu nəzərə almadan sırf funksional hissə bilirik ki, karboksil və amin qrupundan ibarətdir. Deməli, burada karbonla hər birində oksigen arasında 2 rabitə var. Bir dənə sonuncuda OH da üzərində qaldığı üçün sonuncu 3 rabitə olaraq götürülür. Deməli ki, biz hər bir amin turşuda 2 rabitə götürsək, sonuncuda da bu biri üzərinə gəlməliyik. Mən sizə bir düstur vermişdim. 2n topla 1. İndi burada da 2 vurulsun 54. Üzərinə gəlinsin 1. Bu da edir 109. Cavab burada B variantı. Gəldik 33. Aşağıda verilmiş tənliklərdən hansı fotosintezin qaranlıq mərhələsinin tənliyini ifadə edir? Fotosintezin qaranlıq mərhələsinin tənliyi A variantında göstərilmişdir. Digərləri, misal üçün, bu fotosintezin reaksiyasıdır, hansı ki, qırmızı bakteriyalar tərəfindən törədilən, daha doğrusu həyata keçirilən. Daha sonra suyun iştirakı ilə yaşıl bitkilərdə ola bilər və ya siyanobakteriyanın ola bilər. Sonra bir burada xemosintez reaksiyası verilmişdir. Sonra burada görürük ki, piroüzüm turşusudur, süd turşusunun iştirakı ilə parçalanmaya məruz qalmışdır. Yəni burada bizim üçün A variantı doğrudur. Gəldi 34. Şəkildə 1 və 8 ilə işarələnmiş strukturlardan hansıları A olmalıdır? Hansıları bütün bakteriyalarda mütləq şəkildə mövcud olmaya bilər? Yəni, bəzi bakteriyalarda ola bilər. Baxaq. Aha, deməli, birlə göstərilən xromosomdur DNT-yə malik və bütün hamısında olmalıdır mütləq şəkildə. Deyir, olmaya bilər. Sonra 2 ilə göstərilənlər ribosomdur, yenə hamısında mütləq şəkildə olmalıdır. Yox, olmayanlar deyir. Bunlar olmalıdır, onu da götürməyəcəm. Mənə olmayanlar deyir. 3 ehtiyat qida maddəsidir, yenə bütün bakteriyalarda olacaq. 4 qamçıdır, hamısında olmayacaq. 5 kapsuldur, bu da hamısında olmayacaq. 6 deməli hüceyrə divarıdır, hamısında olacaq. Plazmatik membrandır 7, hamısında olacaq. 8 sitoplazmadır, yenə hamısında olacaq. Qısacası 4, 5 C variantı bütün bakteriyalarda olmayacaq. Səhv etmirəmsə elə qurmuşdum bunu. Bəzi bakteriyalarda olmaya bilər. Tamam. 35. Yenə bir məsələ görürük. Müəyyən zaman ərzində xlorella yosunu 120 qram üzüm maddə sintez etmişdir. Baxın, bizim adətən belə testlər çox qarşınıza çıxmır, amma dərsdə kitabında yazılıb ki, günəş enerjisinin 12%-dən istifadə etməklə xlorella yosunu üzüm maddə sintez edir. Düzdürmü? İndi xlorella yosunu 120 qram üzüm maddə sintez etmişdirsə, hələ biz baxaq görək,
nə qədər günəş enerjisindən istifadə edib? Bax, 1 qram üzüm maddənin tərkibində 17,6 kilojul enerji vardır, düzdürmü? İndi baxaq ki, bəs bu 120 qram üzüm maddənin tərkibində nə qədər enerji var? O zaman 17,6-ya, yəni 1 qramın tərkibində olan enerji miqdarına vurmalıyam. Bu da edəcək 2112 kilojul. Bu 2112 kilojul 120 qram üzüm maddənin tərkibində olan enerjidir. E, və baxaq ardına deyir, bu üzüm maddə sintezi zamanı yosun üzərinə düşən günəş enerjisi. Hə, baxaq indi yosun üzərinə nə qədər günəş enerjisi düşüb. Bu enerji 12%dir. Deməli 2112 kilojul enerji yosun üzərinə düşən 12%dir. Bəs 100% günəş enerjisi 100% düşür, 12%-nə istifadə edir, düzdürmü? İndi bu 100% nə qədərdir? 100% də x bərabərdir 17600 kilojul olacaq. Yəni bu 17600 kilojul oldu günəş enerjisi. Bu isə üzüm maddənin tərkibində olan enerji. Daha sonra davam edir. Deyir bu qədər enerji, yəni 17600 kilojul enerji 2 saat müddətində T-ni verib mənə zaman olaraq 2 saat müddətində yarpaq üzərinə düşsəydi neçə kvadrat metr yarpaq sahəsinə üzüm maddə sintezi baş verərdi. Təbii ki, mən buradan əvvəlcə M-i tapmalıyam. Baxım, görüm M nəyə bərabərdir. Sonra da düsturum var. S bərabərdir. M bölünsün T. Buradan da mən həmin neçə kvadrat metr yarpaq sahəsi olduğunu tapa bilərəm. İndi M-i hardan tapım? M-i buradan tapıram ki, günəş enerjisi 17600 kilojouldursa, 100% olaraq yarpağın üzərinə düşən enerjidir. Düzdür bu? Bunun 1%-dən bitki istifadə edərək özünə üzüm maddə sintez edəcəkdir. O zaman 17600-ü mən 100-ə bölməklə 1%-ni tapıram. Tapıram ki, bunun 1%-i 176 kilojoule imiş. Və 1 qram üzüm maddədə 17,6 kilojoule enerji varsa, 176 kilojoule enerji də 10 qram üzüm maddədədir. Deməli, M-i də buradan, yəni 176-nı, bax yazıram, 176-nı böldüm 17,6-ya, buradan mən 10 qramı aldım. Bu 10 qram, bax burada yazılan 10 qramdır. Və indi M-im bəlli, T-im bəlli. Və S-i tapmalıyam. S bərabərdir 10 bölünsün 2. Yəni yarpaq sahəsi oldu 5 kvadrat metr. Sadəcə xlorella yosunu ilə əlaqəli şəkildə tərtib etmişəm ki, hər iki variantı biləsiniz. Gəldi 36. Deyir, şəkildə təsvir olunmuş proses. Hansı prosesdir burada? Translyasiya, zülal sintezi. Ali bitki hüceyrələrinə maksimum neçə strukturunda gedə bilər? Translyasiya prosesi, yəni ali bitki hüceyrələrinin maksimum neçə strukturunda gedə bilər deyirsə, translyasiya xloroplastda gedə bilər, mitoxondriyada gedə bilər, dənəvər endoplazmada şəbəkənin membranı üzərində gedə bilər, bir də stoplazmada gedə bilər. Deməli, ali bitki hüceyrələri deyirsə, yenə deyirəm, translyasiya zulalın biosintezidir, stoplazmada baş verə bilər translyasiya, dənəvər endoplazmatik şəbəkənin membranı üzərində baş verə bilər, mitoxondriyada baş verə bilər, ali bitki hüceyrələrində xloroplast da var axı, orada da baş verə bilər. Deməli, cəmi 4 struktur olaraq götürməliyik. Cavab D variantı. 37-də deyilir, aşağıda adları verilmiş hansı üzüm maddə öd yollarının işinə müsbət təsir göstərir və mədə bağırsaqda qida keçməzliyin qarşısını alır. Təbii ki, bu sellulozadır. Bu dərslik kitabımızda da birə-bir yazılmışdır. Cavab C variantı. 38. Şəkildə təsvir olunmuş hüceyrə ilə bağlı doğru fikirləri müəyyən edin. Əvvəlcə biz bu hüceyrəni tanımalıyıq ki, bu hüceyrə xarici qlikokaliks yumuşaq müəyyən bir qəlibə salmadığına görə onu, yalnız forma verdiyinə görə bu bir heyvan hüceyrəsidir. İndi heyvan hüceyrəsi ilə bağlı olan məlumatları, fikirləri müəyyən etməliyik. Faqozitoz hadisəsi baş verə bilərmi? Bilər. Çünki heyvan hüceyrələrində xarici divar qlikokaliks olduğundan buna imkan verir. Xarici qatı qlikokaliks adlanır. Bu da doğrudur. Hüceyrə mərkəzinə rast gəlinə bilər. Deməli,
ali heyvan hücrelərində hücre mərkəzi olur. Rast gəlinə bilərmi? Bilər. Sitokinez zamanı boğumlanaraq bölünmə baş verir. Bu da doğrudur. Çünki qlikokalyks boğumlanaraq bölünməyə imkan yaradır. Tor şəkilli Holce aparatına rast gəlinə bilər. Düzdür. Ali heyvan hücrelərində tor şəkilli olur Holce aparatı. Plastidlərə rast gəlmək mümkündür. Bu yanlışdır. Deməli, 1, 2, 3, 4, 5 doğru oldu. Ribosom hissəcikləri maksimum 3 strukturda formalaşır. Ribosom hissəcikləri burada yalnız nüvəcikdə formalaşa bilər. Bir də mitoxondrida 3 deyil də 2 ola bilər. Ona görə 6 və 7 doğru olmadı. Nə demişdi? Doğru fikirləri müəyyən et. 5-ə qədər ardıcıl olaraq 1, 2, 3, 3, 4, 5. Yəni C variantı. 39. Deyir, verilənlər içərisində yanlış fikri müəyyən edin. Yəni səhvi. Ən qədim hüceyrə orqanoid ribosomdur. Bu fikir doğrudur. Ən cavan hüceyrə orqanoidi xloroplastdır. Bu fikir də doğrudur. Çünki xloroplast ordovikdə yaranır. Yalnız ali bitki hüceyrələrinə xas olan bir hüceyrə orqanoidi olaraq, ribosom isə arxeida yaranır ən qədim olaraq. C variantında deyilir, lizosomlar tərəfindən 30-dan çox ferment sintez olunur. Bu yanlışdır. Nəyə görə? Lizosom tərəfindən buna oxşar bir dənə də test var idi. Lizosomlar tərəfindən yuxarıda deməli 30-dan çox ferment sintez olunmur. Ümumiyyətlə hər hansı bir üzüm maddə sintezi getmir. Sadəcə olaraq 30-dan çox fermentə rast gəlinir. Və o fermentlərdə bilir ki, dənəvər endoplazmatik şəbəkə Holceyə verir. Holceda bir membran verir həmin fermentlərə və lizosomu yaradır. Ali bitki hücrelərində hücre mərkəzinə rast gəlinmir. Bu fikir yanlış deyil. Xloroplast yalnız ali bitki hücrelərində rast gəlinir. Fikir yanlış deyil, yəni doğrudur. Və nəhayət gəldik sonuncu sualımıza. Sxemdə amin turşuları şərti olaraq həndəsi fiqurlarla göstərilmişdir. 4 zulal molekulu görürük burada. Bu zulal molekulları ilə bağlı verilmiş fikirlərdən doğru olanları seçin. Gəlin baxaq görə hansı fikirlər doğrudur. Hər bir zulal molekulu 5 növ amin turşudan əmələ gəlir. Baxaq doğrudurmu? Baxın, bu kvadratla göstərilən bir növ dairə, bir növ düzbucaqlı, bir növ altıbucaqlı, bir növ yenə bu eyni növdür də düzbucaqlıdır. Deməli, birinciyə baxın, 1, 2, 3, 4. Bax, birincidə 4 növ ayrıca amin turşu var. İkincidə 3 bucaq var. Deməli, 4 bucaq var. 6 bucaq dairə və düz bucaq. 1, 2, 3, 4, 5. Bu oldu 5 növ. Bunu düz götürün. 1, 2, 3, 4. Aha. Digərinə baxdığımız zaman isə yenə burada artıq görürük ki, növləri eyni ola bilməz də. Hər bir sulal molekulu 5 növ. Bu artıq doğru deyil. Amma yenə də baxaq. Deməli, burada bir növ, ikinci növ, üçüncü növ bu onunla oxşar olduğuna görə bu da dördüncü növ. Bura baxdıqda yenə 1, 2, 3, 4. Deməli, burada biri 5 növ deməli, amin turşudan təşkil olunduğuna görə bir doğru olmadı. 2. Biosintez zamanı əmələ gələn su molekullarının sayı eynidir. O rabitə sayı ilə su molekulunun sayı eyni olur. Düzdür. 1, 2, hamısına bir yazaq ki, hərəsi bir rabitə. 1, 2, 3, 4. 4 dənə rabitə burada. 1, 2, 3, 4, 4 rabitə burada. 1, 2, 3, 4, 1, 2, 3, 4, 5. Deməli, bu da doğru olmadı. Çünki sonuncuya diqqət etsəz, bunların hamısı 1, 2, 3, 4, 5, növləri fərqli olsa da 5 amin turşu sayı olaraq bərabərdir. Bir dənə sonda 3 bucaqların sayı 3 dənədir. Belə ölçü olaraq onlarla eyni ölçüdə görsənsə də 6 amin turşudan sayı olaraq təşkil olunub F sulalı. Deməli ki, əmələ gələn su molekullarının sayı eyni ola bilməz. Eyni zamanda peptid rabitə sayı eyni ola bilməz. Çünki sonuncuda deməli 5 dənə peptid rabitə var, digərlərində 4 dənə peptid rabitə var. Sonra 3 növ zulal molekulu var. Baxaq, 3 növ zulal molekulu var fikri doğrudurmu? Burada görürük ki, bax, ümumiyyətlə növ olaraq bir-birinin eyni olan X-la Z bir-birinin eynidir. Çünki ardıcıllıqda amin turşunun eyni qoyulmuşdur, sayda eyni qoyulmuşdur, peptid rabitə və s. hamısı. Amma Y də fərqlidir. Çünki burada tamamən fərqli amin turşularına istifadə olunub ardıcıllıqda. Burada da. Deməli, bəli, bir növ bu ikisi oxşardır. Bu ikinci növ Y, ikinci növ F də
Üçüncü növ. Deməli, bu bir növ, bu bir növ, bu da bir növ. Toplam 3 növ. Bu fikir oldu doğru. 3 növzula molekulu var. 5 amin turşuların birləşmə ardıcılığı eynidir. Eyni deyil. Bir dənə X zulalı ilə Z zulalında eynidir. Çünki bunlar eyni növdə. Amma Y zulalı ilə F zulalında ardıcılıq fərqlidir. Yəni cavab yalnız 4 olaraq doğru oldu. Y variantı. Bu da bizim sınağımız.